Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, bugün Mərdəkandayam. Mərdəkanda Mərdəkan körpüsündən sağ istiqamətə təxmini yoldan 600 metr məsafədə belə bir gözəl bağ evi çıxıb satacağam. Mən də gəldim, çəkim sizə təqdim edeyim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Dostlar, 6 sot torpaq sahəsində 190 kvadrat bağ evidir. Yolu qapı asfaltlı, su, qaz, işıq daimidir. Sənədləri qaydasındadır. Gəlin qısa olaraq bağla tanış olalım. Hər hansı sualınız yaranarsa, istənilən vaxtı 050 755 95 97 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Qiymətin əvvəlcədən vurğuladım dostlar. 390 min manatdır. Real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Bağ evinin girişidir. Şiəlis darvaza yanında əl qapısı. Təbii ki, pultlandı dostlar. Girişdə belə bir rahat 2 maşın yerləşəcək, qaraj. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etmək də olar. Düşünürəm ki, baxarsınız, dostlar, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Və dostlar, girişdən sağ tərəfdə evin görünüşü belə görsənir. Maşallah olsun, həqiqətən də möhtəşəmdir. Belə bir böyük filtrli hovuzu mövcuddur. Burada yayğış mətbəxi var. Burası yayğış mətbəxidir dostlar. Yeri istif oldu. Mətbəx mebeli yığılıb. Daxilində özünün manqalı var. Cam balkonlandır, açılır və bağlanır. Girişdən sağda solda yaşıllıq zolağı və dekorativ ağaclar var. Evin sağından solundan hava işləməsində yetərincə yer var. Tam olaraq ikinci zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. İnşallah gələndə də görərsiniz, sözümüzdə yalan yoxdur dostlar. Bu da həyətin görünüşü. Gələn qısa olaraq evlərlə tanış olağın. Evə daxil olduq. Belə bir geniş hol. Ümumi olaraq istif oldu. Hol mətbəx kermə qırar. Qalan otaqlar bahalı laminatdır dostlar. Holda belə bir geniş qarrob yığılıb. Dekor yığılıb. Həqiqətən də çox möhtəşəm görsənir. Hündür tavanlıdır. Rəng seçimləri əladır. Girişdən sağ tərəfdə qonaq otağı yerləşir. Qonaq otağı da yetərincə genişdir və çox gözəldir həqiqətən. Böyük vitraj pəncərələr həyətə açılır. Girişdən sol tərəfdə isə mətbəxi yerləşir. Ümumi olaraq mətbəxi də genişdir dostlar. Mətbəxdən də eyni hissi ilə böyük vitraj pəncərə həyətə açılır. Mətbəx mebeli yığılıb. Yaşayış üçün hər cür şərait var. Bu ərazidə bir də vurulub 4 fəsil yaşayanlar daha çoxdur. Evin əsas hamam otağı burada yerləşir. Hamam otağın aksesuarları falan hamısı quraşdırılıb. Pərdəli su, aksesuarlar hamısı var. Gəlin yataq otaqları ilə tanış olalım dostlar. Bura birinci yataq otağıdır. Yataq otaqları da yetərincə genişdir. 5 otaqlıdır dəyərli izləyicilər. 4 yataq otağı var bu bağ evində. Bura ikinci yataq otağıdır. Bu yataq otağı da genişdir. Bu yataq otağının daxilində özünün hamam otağı, sanitar qovşaq və qardırobu var. Bura qardırobu. Burada hamam otağı, sanitar qovşaqla bir yerdə. Bu qiyməti 5 otaq, demək olar ki, bazarda çox azdır. Burada 3-cü yataq otağıdır dostlar. Enisi ilə bu yataq otağı da yetərincə genişdir. Və burada sonuncu yataq otağı. Yataq otaqları çox genişdir. Ümumi yaşayış sahəsi təmiz 190 kvadrat qalır dostlar. Bir də vurğuluyorum. Mərdəkanda 6 sot torpaq sahəsində 5 otaqlı bağ evi 390 min manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm. Bizi izləməkdə qalın.